panik atakın yaranma səbəblərindən biri də budur ki, o insanlar qapalı olur, o insanlar öz duyğularını, içindəki müəyyən neqativlikləri bir insandan danışa bilmirlər və onlar hər şeyi içinə atırlar. Ondan sonra onlarda o duyğuların partlayış forması kimi duyğular özünü o cür ifadə edir, panik atak formasında ifadə edir və üzə çıxır. Panik atakdan qurtulmaq üçün həm dərmanlardan, həm də davranış terapiyalarından istifadə olunur. Dərmanlardan istifadə ağır səviyyəsində panik atakın daha çox istifadə olunur. Amma burada yenə də davranış terapiyası paralel olaraq aparılır psixoloqa yanına. Yəni siz yenə getməlisiniz. Çünki panik atakda yaranma səbəbi psixolojidir. Məsəl üçün gəlib pasiyentlər oradan bilirəm ki, olub ki, dərman atıblar və yenə də bu hadisələr onlarda təkrarlanır. Unutmayın ki, panik atak həyati bir təhlükə deyil. Yəni siz o panik atakdan nə qədər qorxacaqsınızsa, o sizi o qədər də çox təqib eləyəcək.